Hər kəsə salam millət. Bu gün mənə ixtisas seçimi ilə bağlı verilən bəzi sualları cavablandırmaq istəyirəm. Hansı ki, bunları mənə 2-ci və 3-cü qruplar daha çox yönləndirirlər bu sualları. Əvvəlcə onu qeyd edim ki, ən çox verilən sual müəllimə filologiya üzrə oxusaq məktəblərdə işləyə bilərikmi? Baxın, mən Azərbaycan dili və ədəbiyyat müəllimliyi oxumuşam. Yəni mən bakalavr diplomumla MİQ imtahanında iştirak edə bilərəm və məktəblərdə, yəni orta təhsil məktəblərində dərs keçə bilərəm. Amma filologiya üzrə qutaranlar, yəni sırf bakalavr diplomu ilə MİQ imtahanında iştirak edə bilmirlər və bildiyim qədər səhv eləmirəmsə, yəni magistr oxumalıdırlar tədris metodikası üzrə və artıq ondan sonra MİQ imtahanında iştirak edə biləcəklər. İkinci ən çox verilən sual, müəllimə siz haranı qurtarmısınız, oxuduğunuz universitetdən razısınızmı? Mən Bakı Slavyan Universitetini bitirmişəm, 515 balla qəbul olmuşam və 90 ortalama ilə bitirmişəm universiteti. Onu qeyd edeyim ki, yəni universitetimdən o qədər də narazı deyildim. Sadəcə bizim universitetdə stipendiya məsələsi biraz problemli idi. Hansı ki, mən dövlət sifarişli olmağıma baxmayaraq imtahanla düşməli idim stipendiya cədvəlinə və elə olurdu ki, 93 ortalamam olurdu, amma yenə də stipendiyaya düşmürdüm. Biraz ortalamanı çox tələb eləyirdi bizim universitet, amma belə müəllimlərimdən narazı deyildim. Yəni müəllimlərimi çox istəyirdim, onlar da məni çox istəyirdi. Üçüncü ən çox gələn sualdır. Ümumiyyətlə müəllimliyi məsləhət görərsinizmi? Mən sizə ümumiyyətlə bakalavr, yəni universiteti bitirdikdən sonra olacaq başınıza gələcəkləri danışım. Əgər siz özünüz razısınızsa, yəni seçin bu ixtisası. Deməli, universiteti bitirdikdən sonra bütün müəllimlərin gözünün qabağında, yəni gəlir MİQ əjdahası. Yəni MİQ deyə bir canavarımız var bizim. Bu MİQ imtahanından nəticə normal olmalıdır və MİQ imtahanı da mən bildiyim qədərindən Azərbaycan üzrə ən çətin ikinci imtahan hesab olunur və xüsusilə Azərbaycan ilə ədəbiyyat müəllimliyində, yəni ümumiyyətlə çətindir. Çünki müəllim çoxdur. Hər il nə qədər müəllim burada məzun olur. Kifayət qədər ağır bir proqramı olan bir imtahandır. Əgər məktəbdə işləmək istəyirsinizsə, yəni bu MİQ canavarından keçməniz lazımdır. Amma belə məktəblərdə işləmək istəmirsinizsə, sadəcə kursda fəaliyyət göstərmək istəyirsinizsə və yaxud şəxsi, yəni fərdi dərslər, sərbəst qrafiklə dərs keçmək istəyirsinizsə, bu sizin şəxsi seçiminizdir. Amma mənə desəz ki, yəni mən bu situasiyanı görüb təzədən müəllimliyi seçərdimmi, biraz sual altında qalardım. Çünki mən əslində Azərbaycan dilini, ədəbiyyatı çox sevmişəm. Azərbaycan dilini xüsusi olaraq sevmişəm mən. Hansı ki, hər iki imtahanda da bir dənə səhvim olub mənim. Həm buraxılışda bir səhvim olub, həm də blok imtahanında bir səhvim olub. Və mən ixtisasımı çox sevərək bura gəlmişəm. Amma ona baxmayaraq bəzən tükəndiyim və bu ixtisasdan qaçmaq istədiyim yerlər olur. Düşünürəm ki, çətin bir ixtisasdır bizim ixtisasımız, müəllimlik. Buna gəlməzdən əvvəl bir 2 dəfə yox, bir 200 dəfə oturub fikirləşin, ondan sonra seçiminizi eləyin. Yenə də hər birinizə uğurlar arzulayıram. İnşallah istədiyiniz yerə də qəbul olarsınız və ən əsası düşdüyünüz yerdə parlamağı bacararsınız. Ümid edirəm ki, bu video sizin üçün də faydalı olmuşdur.